Salam, hər vaxtınız xeyir. Sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün onun sinif dərsliyində olan mövzular üzrə ümumi bir sınavın suallarını izah edəcəm. Bunu da qeyd edim ki, dərslərimiz həm əyani, həm də onlayn şəkildə keçirilir. Dərslərimizdə iştirak etmək istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. Keçək sualları izah edək. Birinci sualda kvadratik funksiya verib, f2-nin qiymətini tapın soruşur. Kvadratik funksiyada x-in yerinə 2 qoyub qiymətini tapırıq. F2 bərabərdir 2-nin kvadratı plus 5 vurulsun 2 minus 7. Bu da 4 plus 10 minus 7 edir. Bunu da hesablayanda elə 7 olacaq. Cavab oldu C bəndi. İkinci sual. Xətti bucaq 70 dərəcə olan ikizli bucaq neçə dərəcədir? Yadınızda saxlayın. Xətti bucağın neçə dərəcə veribsə, ikizli bucaq da elə həmin qiymətə bərabərdir. Deməli, cavab olacaq 70 dərəcə. Bunun şəklini də çəkib göstərə bilərəm. Tutaq ki, bir alfa müstəvisi çəkirəm. Bir də beta müstəvisi çəkirəm. Tutaq ki, bu bir beta müstəvisidir. Bu alfa müstəvisi, bu da beta. Baxın, bura ikizli bucaq sayılır. Həmin o xətti bucaq bax buradır. Çünki bu müstəvilər bu xətt boyunca kəsişir. Buna kəsişmə tili də deyirlər. Xətt boyunca kəsişdiyi üçün, baxın, burada əmələ gələn bax bu bucaqlar xətti bucaq adlanır. Elə bu da 70 dərəcədir, elə burada 70 dərəcədir. Ona görə xətti bucaq elə ikizli bucağa bərabərdir. Şəklini də çəkib sizə göstərdim. Üçüncü sual. Burada çevirmə düsturlarından istifadə edəcək. Kosinus 150 dərəcəni yazıram. Kosinus 90 dərəcə plus 60 dərəcədir. Minus 5 sinus 300-ü də yazıram. 270 dərəcə plus 30 dərəcə. Bu dərəcədir. Bu 60 dərəcədir. Tangens 300 dərəcəni də yazıram. Tangens 270 dərəcə plus 30 dərəcə bərabərdir. Kosinus 90-da çevrilir olur sinus. Yazıram sinus 60 dərəcə. Burada diqqətli olun, rübləri gərək bilməlisiniz. Verilən funksiyanın rübünə baxırlar, çevrilən funksiyanın yox. Verilən funksiya kosinusdur. Bura 0-dan 90-adır, kosinus müsbətdir birinci rübdə. Bura 90-dan 180-ədir, ikinci rübdür. Burada da mənfidir. 150 dərəcə ikinci rübə düşdüyü üçün, yəni 90-dan 180-in arasına düşür də. İkinci rübdə də mənfi olduğu üçün bura mənfi yazırıq. Sonra sinus 270 dərəcədə də kosinusa çevrilir. 5 kosinus 30 dərəcə. Sinus 300 dərəcədə, bu sinusun da rübünü göstərim. Birinci rüb müsbət, ikinci rüb müsbət, üçüncü rüb mənfi, dördüncü rüb mənfi. Baxın, bura 270 dərəcədir, burada 360. 300 dərəcə, baxın, dördüncü rübə düşür. İşarəsi də mənfidir. Buradan mənfi çıxıb bu mənfiyə dəyəndə bura müsbət olur. Tangens 270-də çevrilir kotangens 30 dərəcə olur. Kotangensin də rübünü göstərim. Birinci rüb müsbət, ikinci rüb mənfi, üçüncü rüb müsbət, dördüncü rüb mənfi. Tangens 300 dərəcə, baxın, dördüncü rübdədir. Deməli olacaq mənfi bərabərdir. Bu sinus 60 dərəcənin qiyməti kök 3 bölü 2-dir. Bu mənfini də yazıram bunun qarşısına. Plus kosinus 30 dərəcənin qiyməti kök 3 bölü 2-dir. Burada da 5 vardı, o 5-i sürətə vururam. Məxrəcdə də kotangens 30 dərəcənin qiyməti kök 3-dür, mənfi də qarşısında var. Buradan da yazıram mənfi kök 3. Buradan bunu hesablayanda məxrəc 2 olur. Mənfi kök 3 ilə də 5 kök 3 hesablayanda olur 4 kök 3. Bu 4 ilə də 2 ixtisar gedir, qalır 2 kök 3. Bu da mənfi kök 3. Kök 3-lər də ixtisar getdi, cavab qaldı mənfi 2. Deməli, cavab oldu B bəndi. Dördüncü sual. Bu kosinuslar teoremidir. A, B, C. Tutaq ki, bura A bucağı qoyuram. Düstur belə olur. A kvadrat bərabərdir B kvadrat plus C kvadrat çıxılsın 2BC kosinus alfa. Bu düsturu bilməlisiniz. İndi burada böyük bucağın kosinusunu soruşur. Böyük bucaq deyəndə böyük tərəf nəzərdə tutulur. Yəni bucaq böyüdükcə tərəf də böyüyür. Mən indi bu tərəfə 6 yazıram, digər tərəflərə 5 ilə 4 yazıram. Deməli, yazacam 6-nın kvadratı. Birbaşa qiyməti yazıram.
Sonra 5 ilə 4-ün kvadratı. Birini 25 eləyir, biri də 16 ilə çıx. 2 vur, 5 vur, 4 vur kosinüs alfa. Buradan da 36 bərabərdir. Bunları toplayanda 41. Bu da eləyir 40 kosinüs alfa. 40 kosinüs alfanı mən sol tərəfə keçirtdim. 41-dən də 36-nı çıxdım, oldu 8. Kosinüs alfa da bərabərdir. 8 bölünsün 40, o da oldu. 5 eləyirdi bu. Bunu çıxanda 5 eləyir. 41-dən 36-nı çıxanda 5 eləyir. Bu 5 olur. Buradan da 5 bölünsün 40, bu da ixtisar gedəndə 8-də 1. Cavab oldu A-bəndi. 5-ci sual. Müstəvidən 4 sm məsafədə belə bir müstəvi çəkirik. 4 sm məsafədə deyəndə, bax, burada müstəvinin xaricində bir nöqtə götürürük. Buradan bu məsafəni çəkirik. Məsafə həmişə perpendikulyar çəkilir. Buradan da bir mail çəkirik müstəviyə. Bunun da mailin proyeksiyasıdır. Burada düzbucaqlı üçbucaq yaranır. Mail çəkilmişdir. Müstəvi ilə 30 dərəcələ bucaq əmlək. Bax, bura mail ilə müstəvi arasındakı bucaqdır, 30 dərəcə. Bunda bu da olacaq 60 dərəcə. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. 60 dərəcəli bucaq qarşıdakı katet digər katetin kök 3 mislidir. Bizdən mailin qiymətini soruşur. Cavab oldu 8. Əgər mailin proyeksiyasını soruşsaydı 4 kök 3 olardı. 60 dərəcəli bucaq qarşıdakı tərəfin uzunluğu. Bir dənə üçbucaq çəkirik. Tutaq ki, bu 60 dərəcədir. Bunun da tərəfi, yəni qarşıdakı tərəf 9-dur. Üçbucağın xaricə çəkim çevrənin radiusunu, böyük yeri soruşur. Yəni bu üçbucağın xaricinə çevrə çəkiləndə sinuslar terimindən istifadə olunur. Sinuslar terimi, yəni burada bilməlisiniz. Şəkili çəkməsəm də bunu yazmaq olur. Göstəriş üçün yenə də şəkili çəkirəm. Tutaq ki, bax, bu üçbucaqdır. Bunun xaricinə çevrə çəkilir. Bu bucağı 60 dərəcə qoyuram. Və onun qarşı tərəfində verib 9. Buradan da R. R buradan da çəkilə bilər. Buradan da fərqi yoxdur. Bu da mərkəz. Buna çevrənin radiusu deyirlər. Bu da mərkəzidir. Düstur belədir. Bax, buradan yazıram. A bölünsün sinus alfa bərabərdir 2R-ə. Buradan da A tərəfi idi 9-dur. Sinus alfa, yəni sinus 60 dərəcədir. Onun da qiyməti kök 3 böl 2 olur. Bərabərdir 2R-ə. Burada çarpaz vururam. 2R vurulsun. Kök 3 bölünsün 2. Kök 3'dür. Bərabərdir 9-a. 2'lər ixtisar getdi. Kök 3R bərabərdir 9-a. Buradan da R bərabərdir 9 bölünsün kök 3. 9'u yazıram. 3 vurulsun 3. Bu 3'ün də birin kök 3 vur kök 3 yazıram. Böl kök 3. Kök 3'lər ixtisar getdi. Cavab qaldı 3 kök 3. D bəndi. 7-ci sualda mürəkkəb funksiya verildir. Mürəkkəb funksiya, yəni qaydasını bilməlisiniz. Onun sinif təhsilində var. Yazıb J F2. Əvvəlcə F2-ni hesablayırıq. Yəni F funksiyasında x-in yerinə 2 yazacağım. F funksiyası budur. Yazıram F2 bərabərdir 2 vur 2 bərabərdir 4. Deməli, buranı tapdım 4. İndi J4'ü tapmalıyım. J funksiyası da buradadır. Deməli, yazıram J4. X-in yerinə 4 qoyuram. 4 plus 1 bərabərdir 5. Cavab oldu A bəndi. Yenə də mürəkkəb funksiyadır. Buradan yazıram F Jx. Təzə kitablarda belə yazırlar bunu. F, belə yumru işarəsi, sonra J, sonra bax belə, bir də belə. Yəni mürəkkəb funksiya odur ki, funksiyanın funksiyasını tapmaq. Buna deyirlər funksiyanın kompozisiyası. Təzə kitablarda belə yazırlar, köhnə kitablarda belə idi. Yəni belə düşsə, çaşmayın, bu deməkdir. Deməli, burada Jx var. Bu Jx, baxın, bu Fx yoxdur. X-in yerinə Jx qoyub. Onda bu funksiyada x-in yerinə mən Jx yazacağım. Yazıram 5 vurulsun. X-in yerinə baxın Jx yazıb. Yazıram Jx plus 7 bərabərdir. 5 vurulsun. Bu Jx funksiyasında verildir. X minus 8. Yazıram x minus 8 plus 7 bərabərdir. Bu 5x eləyir. Bu da 40 eləyir. Bu da 7.
Bu da bərabərdir. 5x çıxılsın 33. Cavab oldu. Yox. 30'dur. Cavab oldu B bəndi. 9 sual. Tərs funksiyanı soruşur. Tərs funksiyada y-in yerinə x yazırsınız. X-in yerinə də y. Yəni y-i x-dən, x-i də y-lə əvəz edib yenidən y-i tapırsan. Yəni funksiyanı tapırsan. Mən birbaşa yazıram. X bərabərdir y-in kvadratı. Bunu fırladıram. Y kvadrat bərabərdir x. Bundan da kök alanda plus minus kökdə x. Şərt verib. Böyüdür sıfırdır. Böyük bərabər sıfır ya da böyüdür sıfır. Bu şərtləri versə kökün müsbətini götürürük. Bax belə. Əgər kiçikdir sıfır və ya kiçik bərabərdir sıfır versəydik, kökün mənfisini götürərdik. İndi burada bu şərti verib, deməli, müsbətini götürürük. Cavab oldu C bəndi. Funksiya artan funksiyadır. Yadda saxlayın. Artan funksiyada böyük ədəd böyük qiymət alır. Məsələn, bax, F1, bu da F2. Böyük ədəd böyük qiymət alır. Kiçik ədəd kiçik qiymət alır. Ədəd arqumentin qiyməti nəzərdə tutulur, yəni x-in. Qiymət isə funksiyanın qiyməti nəzərdə tutulur, yəni f-in. Deməli, burada artandırsa, ən böyüyü, bax, budur. Ən kiçik isə budur. Yəni, bunları yazanda belə yazırlar. Mənfi 1/8, mənfi 1/6, mənfi 1/4, mənfi 1/2, mənfi 1. Böyük ədəd, baxın, budur. Böyük qiymət alır. Kiçik ədəd də budur. Kiçik qiymət alır. Artan funksiya olarsa, aşağıdakılardan hansı ən kiçikdir? Ən kiçik, dediyim kimi, budur. Ən böyüyü də budur. Deməli, ən kiçiyi soruşduğu üçün cavab burada Y bəndi olacaq. Ən böyüyünü soruşsaydı, cavab A bəndi olardı. Fəzanın bir müstəvisindən 17 sm uzunluğunda mail çəkilir. Bunlar maildir. Bunlar da mailin proyeksiyası. Böyük mailin proyeksiyası böyük olur həmişə. Kiçik mailin də proyeksiyası kiçik olacaq. Bu düzbucaqlı üçbucaqdır. Məlumdur, burada göstərir 90 dərəcədir. Bunda bu katet var, hipotenuz da var. Bu kateti tapacam. Bura bir x qoyuram. Yəni h da qoya bilərəm də, hündürlükdə bu məsafə. Fərqi yoxdur, x də qoya bilərəm. Pifaqor teoremi. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Burada da x kvadrat bərabərdir 289-dan çıxıram 225-i 64, kök alanda da 8 olur. Deməli, bu x-i 8 tapdım. 8, pifaqor teoremidir yenə. Katet 8, bu hipotenuzun, bu katetdə 6 olacaq. Yəni 8, 6, 10 pifaqor üçlüyüdür də, buna pifaqor elementlər deyirlər. Bizdən də elə bunu soruşurdu. Yəni, kiçik mailin proyeksiyasını soruşurdu. 12-ci sual. Radianla verib dərəcə gəlirik. Deməli, buradan yazıram kosinus pi 180-dır. 5-ə böləndə 36 olur. 7-ni də 36-ya vuranda 252 edir. Dərəcə, tangens, bunlar vurma sayılır. 180-ı 3-ə böldüm, 62-yə vurdum, 120 dərəcə. Sinus, 180-ı 6-ya böldüm, 30, vurdum 11-ə, 330 dərəcə. Burada rüblərdən istifadə olunur. Rübləri bayaq da qeyd elədim. 252. Bax, birinci rüb kosinus müsbətdir, ikinci rüb mənfidir, üçüncü rüb mənfidir, dördüncü rüb müsbətdir. 252, 180 ilə 270 arasındadır. Deməli, üçüncü rübə düşdü. Üçüncü rübdən mənfidir. Tangisi 120. Tangisi 120, 90 ilə 180 arasında. İkinci rübdə. İkinci rübdə qiyməti mənfi idi. Bu da mənfi vurma var burada. Sinus 330. 270 ilə 360 arasındadır. Bu da mənfi idi. Deməli, mənfi vur, mənfi. Nəticə olur nə? Mənfi. Bizdən də işarəsini müəyyən edin. Soruşuruz. Burada variantlar yoxdur. Cavabı mənfidir. Əbəqi əkili, yəni ən böyük qiymət, ən kiçik qiymət. Cüt dərəcələrdə bir də modullar var. Sinusla kosinus ən kiçik qiyməti 0 olur, ən böyük qiyməti 1 olur.
Yəni kosinus alfa 0-dan 1 olur. Eyni ilə sinus alfa modulda eyni şeydir. Ya da kvadratlar olsun eyni şeydir. Yəni modullarla kvadratlar eyni güclüdür. Yəni eyni mənanı verir. Bu da olsun belə. Bunların ən kiçik qiyməti 0-dır, ən böyük qiyməti 1-dir. Mən bunu hesablayacağam. 2 çıx. Bir dəfə bunun yerinə 0 yazacağam. Belə oldu ki, bir dəfə də bunun yerinə 1 yazacağam. Oldu 1. Qiymətlər çoxluğu 1-dən 2-dir. Ən kiçiyi soruşanda 1 olur, ən böyüyü soruşanda 2. Ən böyüyü soruşur, birinci bu olacaq 2. Ən kiçiyini də soruşduğu üçün olacaq 1. Yəni 2 ilə 1 oldu. Burada da 1 plus, bir dəfə bunun yerinə 0 yazıram, olur 1. Bir dəfə də 1, bunun yerinə 1 yazıram, olur 2. Belə bunun da qiymətlər çoxluğu 1 ilə 2-dir. Dediyim kimi, ən böyüyü 2-dir, ən kiçiyi də 1-dir. Yəni bunların arasında vergül qoyuram ki, bu ən böyüyüdür, bu ən kiçiyidir. Burada da ən böyüyü budur, ən kiçiyi budur. 14. Şəkildə verilənlərə görə işarənin nə yazıb? Görə işarə edilmiş tərəfi tapın. Bura 120 dərəcədir. Bura 30 dərəcədir. Bunlar toplayanda 150 olur. Burada 30 olur. Çünki üçbucağın daxil bucaqların cəmi 180 dərəcədir. Burada bərabər yanlı üçbucaq alınır. Bərabər yanlı üçbucaqda həmişə təpədən oturacağa hündürlük çəkin. Məsələni həll edin. Çəkməsəniz yaza bilməyəcəksiniz. Hündürlüyü çəkdim. Bərabər yanlı üçbucaqda təpədən oturacağa çəkilmiş həm median sayılır, həm hündürlük, həm tənbölən. Tənbölən olduğu üçün bucağı ayırır 60 dərəcəyə, bu da 60 dərəcəyə. Bax belə. 90, 60, 30. Düz bucaqlı üçbucaqdır. Eyni ilə burada da həmin şeydir. 90, 30, 60. Median olduğu üçün tərəfi yarıya bölür. 6, 6-ya ayırdı. Bizdən A-nı soruşur. A-nı tapmaq üçün mən birinci 30 dərəcəli bucaq qarşıdakı kateti tapmalıyım, sonra ipeytonuzu. 60 dərəcəli bucaq qarşıdakı katet 6-dır. Deməli, 60 dərəcənin qarşısındakı katet 6-dırsa, onda 30 dərəcəli bucaq qarşıdakı katet 6 böl kök 3 olub. Çünki biz demişik 30 dərəcəli bucaq qarşıdakı katet digər katetin, yəni 60 dərəcəli bucaq qarşıdakı katetin kök 3 misli idi. Kök 3-lər də gedəndə olurdu 6. Bu 6 böl kök 3-ü də mən sadələşdirirəm. Yazıram 2 vur 3. 3-ü də yazıram kök 3 vur kök 3. Bəziləri bunun məxrəcin qoşmasına vurur, sürət məxrəci. Həm elə yazma olar, həm də belə. Onsuz da eyni cavab. Kök 3-lər gedir, qalır 2 kök 3. Deməli, bu 6 böl kök 3-ü sildim. Yazdım bura 2 kök 3. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısı idi. Onda burada 4 kök 3 olacaq. Bərabər yanlı üçbucaqda. Elə bu yan tərəfdə eyni şeydir. Bu da 4 kök 3 olacaq. Bizdən də A-nı soruşurdu burada. Cavab oldu 4 kök 3. 15-ci sual. Paralelogramda belə bir düstur var. Sahənin diaqonallardan asılı düsturu. Tutaq ki, bu diaqonallar arasındakı iki bucaqdır, alfadır. Tərəflər də A, A, B, B olur. S bərabərdir A, B. Burada diaqonallarını verib. Diaqonal düsturudur. Burada tərəfə ehtiyac yoxdur. Diaqonalları qoyacağım mən. Böyük diaqonalı D2 adlandırıram. Kiçik diaqonalı da D1 adlandırıram. Düstur belədir. S bərabərdir. D1 vurulsun D2. 2-də 1. 2-də 1 D1 vurulsun D2. Sinus alfa. Yəni bu dördbucaqlılarda istifadə olunur. Kvadrata görə dəyişir. Romba görə dəyişir. Düzbucaqlıya görə dəyişir. Paralelogramda elə ümumi dördbucaqlı kimi qalır. Bərabərdir 2-də 1, D1, D2. Bu da bərabərdir 2-də 1. D1. Diaqonalın birini 10 verib, biri 12. Tutaq ki, kiçik diaqonal 10-dur. Böyük diaqonal 12-dir. Alfa verib. Alfa diaqonallar arasındakı bucaqdır. Bunu da 60 dərəcə verib. Yəni sinus 60 yazmalıyam. Yazıram sinus 60 dərəcə. Bu da bərabərdir 2-də 1 vurulsun. Elə ixtisar aparaq da buradan bunu.
Bunu buradan yazaq. Bərabərdir 2-də 1 vurulsun 10 vurulsun 12 vurulsun sinus 60 dərəcə. 10-dan ixtisar getdi, 5 qaldı. Elə sinus 60 dərəcənin də qiymətini kök 3 bölü 2 yazıram. Vur, kök 3 bölü 2. 12 də 2'ye getdi 6. 5'i 6'ya vurdum 30. Bu da kök 3. Cevap oldu 30 kök 3. On altıncı sual. Sonuncu sualdır. Burada bu mexanik səhv idi. Bu mənfi 1'dən 2 demək. Bu x'in qiymətidir, bu da y'in qiymətidir. Bax, bu fx elə y deməkdir. Yəni, fx'i çaşdırmaq üçün yazılır. Y bərabərdir. X'in kubu çıx x minus m. Deməli, x'in yerinə mənfi 1 qoyacağım, y'in yerinə 2. Yəni, x elə 2 deməkdir, yəni y'in qiymətidir. Yazıram 2 bərabərdir. Mənfi 1'in kubu çıxılsın. Mənfi 1 çıxılsın m. Əvvəlcə m'i tapmalıyım. Bu mənfi 1 eləyir. Mənfi mənfi edir 1 çıx m. Bunlar islah olundu. M də mənfi 2 oldu. Təzədən funksiyanı yazıram. Fx bərabərdir. X'in kubu çıx x. M-i mənfi 2 tapdım. Baxın, mənfi 2. Üstürdə də bax, burada mənfi vardı. Dəydi birimdə oldu müsbət 2. İndi f1'i tapıram. Yəni x'in yerinə 1 qoyuram. Qiymətini hesablayıram. 1'in kubu minus 1 üstə 2. Bunlar islah olundu. Cavab oldu 2. Hələlik bura qədər. Sağ olun.